Aygün deyir ki, Emana, uşaqlarımla yola gedə bilmirəm, tez-tez savaşırıq, sonra da mehriban oluruq. Səbəb nə olur? Səndədir. Səbəb səndədir. Nə tökürsən aşına, o da çıxır qaşığına. Uşaqla incə davranacaqsan ki, o da səndən incə davransın. Səsini ucaldırsa, o sənin, o hər sözün özünün hökmü var. Nə dilinə gətirirsənsə, onu da yaşayırsan. Uşağa bəd bir söz deyirsənsə, onun bədəlini ödəyirsən. Bax budur. Alex deyir ki, Uşaq düzgündür. Nəyi görürsənsə, onu özündə deməlisən, burada nəyisə düz eləmirsən. Buna diqqət eləməlisən, ya da Rəbbindən diləməlisən, xeyirxah işlər görməlisən, haradasa səhvin var ki, bunu belə edirsən. Bax belə. Emma xanım, o qədər